Keçən ilin son gecəsi. Keçən ilin son gecəsi Anarın əsəridir. Burada deməli hadisələr harda cərəyan edir? Bakıda cərəyan edir. Böyük səhnə pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin üzərinə şəkil çəkilmişdir. Çılçıraqlı Bakı gecəsi, evlərin, küçələrin ulduz-ulduz işıqları, dənizdə rəngbərəng işıq siqnalları, ön planda Nərimanov prospektinin yeni binalarından biri, binanın 3-cü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıb, evin 1-ci mərtəbəsində ərzaq mağazası yerləşir. Biz mağazanın qapısından girib çıxan adamları görürük. Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır. Deməli, söhbət Bakı gecələrindən birindən gedir. Harada yerləşir? Nərimanov prospektində. Binaların 1-ci mərtəbəsində ərzaq mağazası yerləşir. Səkinə bacı Həmidə xala çıxıb balkondan Səkinə bacını çağırır. Bitişik qonşu eyvana Səkinə xala çıxır. Axşamın xeyir ay Səkinə bacı, aqibətin xeyir Həmidə bacı. Bu ili də belə başa vurduq. Heç demə gözünü açıb yumursan, bir də görürsən il qurtarır. Təzə ili evdə qarşılayırsan. Bunu Səkinə xala soruşur ki, təzə ili evdə qarşılayırsanmı? Rəhmətliyin qızı, bəs harda olacam? Mən oğlum gilə gedəcəm deyir. Səkinə bacı oğlunun adı nədir? Fariz. Sən Allah gəl, sən də gedək. Bilirsən necə sevinərlər, tək oturma evdə. Yox, çox sağ ol, tək deyiləm. Bilmirəm gün hayandan çıxıb, bu gecə uşaqların hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm, Səkinə bacı. Mənim sizdə bir böyük buludum var, ha. Əgər lazım deyilsə, yəni onu da ver demək istəyir. Deməli, Səkinə bacı yeni il gecəsi gedəcək oğlu Fariz gilə. Səkinə bacının 2 oğlu var. Onun birini hələ ki burada görürük. 2 oğlu var. Biri Farizdir, digərini də qarşıda görəcəyik. Həmidə xala deməli Səkinə bacıdan nə istəyir? Buludunu istəyir. Bulud da aşdöşən qabdır. Səkinə bacı da deyir ki, boy ona sözdür. Həmidə bacı bu saat gətirərəm, maşallah deyirsən, qonağın çoxdur. O da iftixarla deyir ki, hə, oğlumun deyir, yoldaşlarıdır. Deməli, Səkinə xala soruşur ki, qonağın çoxdur. O da deyir ki, oğlumun deyir, yoldaşlarıdır. Səkinə də deyir ki, bu saat gətirərəm. Hər ikisi içəri keçir, pərdə qalxır. Həmidə xalagilin mənzili, qonaq otağı, otaqda stol, divan, bufet, televizor, radio, maqnitofon, divar saatı, divarda mərhum Qəzənfərin Həmidə xalanın ərinin qara haşiyəli iri fotoşəkli. Balkona, mətbəxə və o bir otağa açılan 3 qapı. Pəncərədən Bakı gecəsinin sayrışan işıqları görünür. Pəncərədən də görünür, Bakı gecəsinin sayrışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq, Çingiz və Şamil maqnitofonla məşğuldular. Lent kasetini çıxarıb maqnitofona taxırlar. Düyməni basırlar, musiqi səsi eşidilir. Onlar bir müddət dinlərlər. Deməli, belə ki, divarda deyir ki, mərhum Qəzənfərin Həmidə xalanın ərinin qara haşiyəli iri fotoşəkli var. Həmidə xalanın əri Qəzənfər bilir ki, rəhmətə gedib və burada qarşıda biz biləcəyik ki, Qəzənfər 11 ildir ki, artıq rəhmətə gedib. O rəhmətə gedib onun şəklindəki divara vurublar. Və evdə Tofiq, Çingiz, Şamil və digər qızı Dilarə var. Dilarəni indi qarşıda görəcəyik burada. Tofiq Həmidə xalanın oğludur. Çingiz və Şamil də ki, onun dostlarıdır. Budur sənin yazıların. Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayarlarmış. Şamil deyir bunu. Deməli, nənəsinin cavanlıq vaxtlarında bu musiqidə oynayıblar. Bu sözü deyən Şamildir. Tofiq deyir ki, dayan, yox, bu kasetdədir, al bir bunu tax. Musiqini kəsib başqa kaset taxırlar, başqa musiqi səslənir, telefonun zəngi çalınır, Dilarə yürüyüb gəlir, dəstəyi qaldırır. Alo, eşitmirəm, Tofiqə əsəbidir ki, əşi kəs bu zibilin səsini. Şamil düyməni basır, musiqi kəsilir, həyəcanla, alo, dəstəyi qoyur. Nə oldu, astı? Asacaq da, yəqin elə bildik dəlixanaya düşüb. Bunu deyən kimdir? Dilarədir. Otaqdan çıxır. Bəs bu lentdə nədir? Deməli, burada Şamil soruşur ki, bəs bu lentdə olan nədir? Yəni, bir lenti göstərir. Heç özüm də bilmirəm, bu saat qulaq asarıq. Kaseti taxır, düyməni basır, bülbülün sənsizi eşidir. Deməli, nə eşidilir? Bülbülün sənsizi eşidilir. Yadda saxlayırıq ki, bu sualı verən Şamil olur. Şamil sualı verir ki, Şamil kaset yazaq belə. Şamil sual verir ki, bu kaset nədir? Tofiq edir ki, bilmirəm. Kaseti qoyurlar maqnitofona, qulaq asırlar, bülbülün səsi eşidilir. Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa gəlir. Saxla onu deyir, saxla.
Deməli, verindir buronu, tələsik lenti alır. Nədir ki, deyir Tofiq? Həmidə də deyir ki, bu lentlə işiniz yoxdur. Məbadə bunu deyəsiniz. Lenti aparıb bufetin gözündə gizlədir, açarı bağlayır, açarı döşlüyünün cibinə qoyur. Uşaqlar təəccüblə bir-birinə baxırlar ki, yəni nə oldu ki, biz neynədik ki, yəni anam belə əsəbləşdi. Tofiq də deyir ki, ana, o lentdə, o nə lentdir ki, Həmidə deyir ki, əsəbi vəziyyətdə nə borcuna dedim, dəyməyin, dəyməyin. Birdən belə kəskin danışdığı üçün özü pərt olur, yəni ki, niyə belə əsəbi formada cavab verir. Uşaqlara yanaşır, gülümsəyir, Tofiqin başını sığallayır. Qurban olum, o lentdə sən istəyən bir şey yoxdur deyir. Köhnə yazıdır. Rəhmətlik atan yazıb o vaxt. Bülbül sənsiz oxuyur. Oğlunu öpür, qonaqların haçan gələcək soruşur. Deməli Tofiq soruşanda ki, yəni nə lentdir? Həmidə xala özünə açıqlama verir ki, rəhmətlik atan yazıb, Bülbülün sənsiz oxuyur. Bülbül sənsiz mahnısını oxuyur. Deməli Həmidə xalanın iki oğlu və iki qızı var. Bir oğlu Tofiqlə burada tanış olduq və bir qızı Dilarə ilə də bundan əvvəl tanış olduq. Böyük qızına böyük oğlu qalıb, onunla tanış olmamışıq. İndi onu da qabaqda görəcəyik. Həmidə otaqdan çıxır. Tofiq deyir ki, Şamil, bəs sən gətirən lentlər hanı? Bu deyir, elə bu, bəsdir də deyir. Çingiz də deyir ki, bəsdir də deyir, rəqs axşamı düzəltmirik ki, 3 kaset səninki, bu da bu, 2 bu, Seyran da gətirəcək. Deməli, 3 kaset səninki, 2 dənə bu, üstə gəl, Seyran da gətirəcəkdir. Seyran da hələ bir gətirəcək. Tofiq bir buna da qulaq asaq, lenti taxırlar, ritmik musiqi, uşaqlar yenə bayaqki kimi rəqs edir, oxuyurlar. Rüstəm qapıda görünür. Rüstəm deməli Həmidə xalanın böyük oğludur. Qapıda görünür, o acıqlıdır. Görən niyə acıqlıdır, qarşıda biləcəyik. Mən başa düşmürəm. Bura dəlixanadır, stadiondur, küçədir, meşədir, çöldür ya evdir. Qonşuları köçürtmək istəyirsiniz. Biraz yavaş olmaz. Şamil gəl səsi azaldır. Deməli o kim idi ki, deyirdi ki, bu motivedir nənəmin canlı vaxtlarında dinləyərdilər. Bunu Şamil demişdi bayaq. İndi də Çingiz deyir ki, bəs də deyir, rəqs axşamı düzəltmirik ki, 3 kaset səninki, 2 də bu. Belə. Gələk. Ana, ay ana, nədir ay Rüstəm? Ana, mən özümü pis hiss eləyirəm, başım ağrıyır, yatacağam. Xahiş eləyirəm, səs-küy salınmasın. Yaxşı, gözlərinin qadasını alım, get o otaqda biraz yat dincəl. Vaxtı gələndə oyadarıq səni, yeni ili qarşılayarıq. Rüstəm gedir, Həmidə, Tofiq, qurban olum, sizlə onun səsini bir balaca aşağı salın, yaxşımı? Baş üstə, anacan. Gedirlər, Səkinə gəlir, əlində iri bulud var. Artıq Səkinə gəlir. Səkinə çağırır, ay bu evin yiyəsi, xoş gəlmisən, səfa gətirmisən, gətirdin, ay sağ ol, iri buludu Səkinədən alır, otur da Səkinə bacı, ayaq üstə niyə dayanmısan? Yaxşıdır, narahat olma, otururlar, deyirəm, ay Həmidə bacı, gün o gün olsun, bundan da iri buludlarda aş pişirəsən, oğullarını, qızını toyunu eləyəsən. Deməli, burada nə edir? Səkinə bacı xeyir-dua verir. Xeyir-dua verir ki, oğullarının qızını toyunu edəsən. Çox sağ ol, Həmidə xala deyir, çox sağ ol, sənin deyir, Ramizivin toyunda aş pişirək. Bayaq biz dedik ki, Səkinə xalanın 2 oğlu var. Birinin adı oldu Fariz, indi birinin adı da oldu Ramiz. Deməli, Fariz evlidir, amma Ramiz isə evli deyil, subaydır. Çünki burada da ki, Ramizivin toyunda deyir, aş pişirək. Deməli, evdəsən bu axşam, harda olacam? Təzə ilə qarşılamaq dəb düşəndən heç elə olmayıb ki, bu gecə bir yerə qonaq gedəm. Həmişə evdə, yox deyir, amma yalan dedim. Demək, öz dediyini təksib edir. Bircə dəfə evdə olmamışam deyir, tək bircə dəfə evdə olmayıb. 52-ci il gəlirdi, deməli 1952-ci ildə gedirsən. 52-ci il gəlirdilər, yolu deyir, Qəzənfər rəhmətli ilə Moskvadan qaydırdıq, Mahaçqalanın yanında poyezdi saxladılar. Yolu qar basmışdı, təzə ili vaqonda qarşıladıq, yazıqdır, rəhmətlik düşdü, getdi, ayın oyundan alıb gətirdi. Deməli, Həmidə xala bütün yeni ili həmişə evdə keçirib, amma təkcə bir il, 1952-ci ildə, 52-ci il gəlirdi deyir. Qəzənfərdir, rəhmətlik ilə Moskvadan qayıdıblar. Qaydanda yolu qar basdığı üçün Mahaçqalada vaqonda qarşılayıblar yeni ili. Səkinədir ki, yaxşı adam idi, həmişə adama min dillə dindirərdi, köksünü ötürür, heç elə bir yox imiş. Ay Həmidə bacı, vallah bu dünyanın vəfası yoxdur. Öldüyü neçə ildir? Soruşur. Səkinə soruşur ki, öldüyü neçə ildir?
Həmidə də deyir, 11-ci ili tamam oldu. Artıq 11-ci ildir ki, bayaq da dedik. Deməli 11 il, 11-ci ildir ki, artıq rəhmətə gedib. Elə bilirəm dünən idi. 11 il gör necə gəlib keçdi. Ölümdən sonra birinci illər dəli kimi idim. Ay Səkinə bacı, deyir dərs süfrə deyil ki, açasan. Qəzənfər sağ olsaydı göründü bu gecə burada nə vur çatlasın, nə şadlıq, şadyanalıq vardı. Mənə deyirsən, elə bilirsən yadımdan çıxıb o məclislər. Ta Bakıda neftçi yoxdur ki, bu evdə qonaq olmasın. Bu sözü deyən kimdir? Səkinə bacıdır. Səkinə bacı deyir ki, yəni mən bunları xatırlayıram da. Mən həmin məclisdə olanda Səkinə özü də burada iştirak edib. Deyir ki, ta Bakıda deyir neftçi yoxdur ki, bu evdə qonaq olmasın. Demə bu aiddir Səkinəyə. Qonaq getməyi sevərdi deyir. Bunu da Həmidə deyir. Özü də yaman qonaqçıl idi. Hamı da xətrini istərdi. İndi istəməsin. Böyüklə böyük idi, uşaqla uşaq. Demə, görürsən, Mədinə işə gedib, neçə gündür evə qayıtmayıb, nə gündüzü var, nə gecəsi. Amma digər işini qurtarıb evə qayıtdı, vəssalam. Yorğunluq, arğınlıq bilməzdi. Deyərdim, ay kişi, bir yat dincini al, rahatlan, kimə deyirsən? Götür telefonu o dostuna, bu dostuna zəng eləyib, bir də gördüm bütöv ev doldu. Deməli, burada Həmidə xala deyir ki, həm deyir, qonaq getməyi sevərdi, özü də yaman qonaqçıl idi. Deməli, həm qonaqpərvər idi, həm qonaq getməyi sevərdi, həm də evə qonaq özü çağırardı ki, gəlsinlər, hamısı bir yerdə olsun. Sonra getdi, salam Səkinə xala. Dilarə otağa daxil olur. Dilarə dedi ki, Həmidə xalanın kiçik qızıdır. Ana, mənə zəng eləyən olmayıb ki? Yox qızım, olmayıb. Dilarə televizora yanaşır, düyməni burur, bir qədər gözləyir, sonra o bir otağa keçir. Maşallah, Dilarə lap yekə qız olub. Bu gün sabah bir də görəcəksən, elçilər qapını tanıdı. Yox əşi, qoy görəsən Allah, hələ tezdir, qoy oxusun, qurtarsın, əli bir çörəyə çatsın. Amma tfu göz dəyməsin, maşallah, nə gözəl səsi var. Dilarənin o gün konsertdə oxumağı heç yadımdan çıxmır. Demə, Dilarə hansısa gün, biz bilmirik hansı gün olduğunu, hansısa gündə konsertdə oxuyub da, hansısa konsertdə çıxış edib. Bunu da belə yadda saxlayırıq. Hə, qızının səsi qiyamətdir. Sənə çəkib də, ay Həmidə bacı, elə bilirsən yadımdan çıxıb. Bu evə yeni köçmüşdünüz, təzə gəlin vaxtını idi. Hər axşam bülbül kimi cəhcəh vururdun. Biz də divarın dalından qulaq asıb həzz alırdıq. Demək, burada bir qədər əslində etik normalar pozulub. Niyə? Qonşu təsvir edin evin divarından, yəni musiqi səsi dinləyir də. Yəni sadəcə səsi gözəl olduğu üçün dinləyib. Deməli, o zamanlar. Hətta burada Səkinə xalanın yoldaşı da bir söz deyir. Deyir, sən nə danışırsan? Sən Allah, yadındadır mənim oxumağım, özümün yadımdan çıxıb deyir. Niyə yadında deyir? Kişi deyir, yəni Səkinə xalanın yoldaşı indiyəcən deyir. Həmidə bacı oxumağın dalınca geçsəydi, indi lap yəqin məşhur artist idi, xalq artisti idi, indi mütləq. Aha. Deməli, Səkinə xala oxumağın, daha doğrusu Həmidə xala oxumağın ardınca geçsəydi, bunu deyən də Səkinə xalanın yoldaşıdır. Oxumağın arxasınca geçsəydi, indi yəqin ki, lap məşhur xalq artisti idi. Aha. Əşidir, qoy oturaq. Ya indi Həmidə xala da xoşlanaraq deyir də bunu. Bəs nə əcəb dalıcan getmədin, ay Həmidə bacı? Nə bilim, vallah, biraz özüm başı soyuqluq elədim, biraz da Qəzənfərdən oldu. Allah rəhmət etsin, çox yaxşı adam idi, amma biraz qəlbi qara idi, yaman qısqancı idi. Deyirdi, mən razı olmaram ki, arvadım artistqalıq eləsin, səhnəyə çıxsın. Bir yandan da ki, uşaqlar oldu dalbadal, daha oxumaq zad yadımdan düşmədi. Amma heyif, çox heyif, əməli başlı qabiliyyətim vardı. Hərdən görürsən, özümün də heyfim gəlir. Rəhmətli Üzeyir bəy bilirsən, necə bəyənirdi mənim oxumağımı? Kim bəyənirdi? Üzeyir bəy. Buraxmırdı ki, məni Qəzənfər yanına çağırıb danlamışdı. Hətta ki, Qəzənfəri danlayım. Niyə? Çünki qısqanclıq eləyirdi. Deyir, bu istedaddır, niyə şikəst eləyirsə? Qəzənfər də daha onun üzünə ağ olmamışdı. Demişdi, özü bilər. Mənə də dedi ki, özün bil, həvəsim var, oxu. Həvəsim var idi, amma imkanım harda idi? 4 uşaq böyütmək asandır. Bayaq da demişdi ki, 2 oğlu, 2 qız var. Ümumilikdə 4 uşağı var. Oxumağa macal olacaqdı. Fikir eləmə Həmidə bacı, deməli qismət deyilmiş. İndi Allah qoysa Dilarə sənin payına da böyük artist olar. Tək o olsun. Görürsən hərdən Dilarənin notları keçir əlimə, bütün cavanlığım gəlir bircə durur gözlərimin qabağında. Çəkilirəm deyir bir bucağa, doyunca ağlayıb ürəyimi boşaldıram. Nə isə tək ki bu uşaqlar bir yana çıxsınlar, qalan hamısı düzələr. Yəni böyüklərdən arxayınam. Dilarə ilə Rüstəm, bu böyük uşaqlardır.
Böyük qızı həmçinin Gülarədir. Daha öz başlarını özləri dolandırır. Bir bu balacaları Tofiqlə bunu da oxutdurub başa çatdırsaydım rahat ölərdim. Boşla görək, ay Həmidə bacı, ölmək zad nədir? Hələ nəvənin toyunda sındırıb oynayacaqsan. Nəvə neçə yaşındadır? Deməli biz buradan bilirik ki, Həmidə xalanın nəvəsi var. Həmçinin o 5 yaşındadır. Deyir ki, qadasını alın, onu 5 yaşındadır. Nəvəsi var, 5 yaşında. Aha, biz birinci hissədən bilirik ki, Həmidə xalanın nəvəsi var və 5 yaşındadır. Allah saxlasın, Allah səninkiləri saxlasın. Birinci pərdənin sonluğunu, qısa məzmununu veriblər. Həmidə xala Səkinəyə sevinclə övladlarının hamısı yeni il öz evlərində onunla birlikdə keçirecəklərini deyir. Yəni Həmidə xalanın bütün dərdi sadəcə bütün ailənin bir yerdə olmasıdır. Yəni ki, evdə onunla birlikdə keçəcəklər. Tofiq, Şamil, Çingiz telefon butkasında keçib dostlarına zəng edəndə eynəkli kişi onları danlayıb butkadan çıxarıb o eynəkli kişinin kim olduğunu qarşıda biləcək. Özü telefonla zəng edir. Tofiq və dostları Rüstəmin nişanlısı ilə küslü olduğunu, yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Demək, bayaq dedik ki, Rüstəm acıqlı şəkildə evə gəlir. Acıqlı şəkildə evə gəlməsinin səbəbi Rüstəmin nişanlısına küslü olduğudur. Yəni yazırıq bura, Rüstəm həmçinin nişanlıdır. Biz bunu hardan bilirik? Birinci hissədən bilirik ki, bunlar nişanlıdır. Yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Onlar öz dostlarına zəng edib yeni ili harda qeyd edirlər? Atası, anası evdə olmayan Vaqif gildə qeyd edəcəklər. Şamil, Tofiq və Çingiz görüşüb gedirlər. Həmidə xala onları ötürür, qapı çırpılır, pərdə düşür. Həmidə xala pərdənin qabağındakı eyvana çıxır. Tofiq, Çingiz və Şamil binanın qapısından çıxırlar. Həmidə xalaya əl eləyirlər, tamaşa salonuna düşüb geydirirlər. Aha, deməli, Tofiq, Şamil, Çingiz, Vaqif, bir də ki, Seyran. Biz evdə olmayanlar kimlər oldu? Vaqiflə Seyran oldu. Yəni evdə, Həmidə xalanın evində olan Tofiqlə Şamil, Çingiz idi. Dostları ki, Vaqiflə Seyran, yanlarında olmayan dostları Vaqiflə Seyran. Demək, yeni gecəsi gedəcəklər Vaqifçilər. Niyə? Çünki atası, anası evdə yoxdur. Yəni yəqin ki, başqa yerə gediblər və s. Onlar da qeyd edəcəklər. İkinci hissə. Yenə həmin otaq. Dilarə piano arxasında mahnı oxuyur. Həmidə mətbəxdən gəlib heyran-heyran ona qulaq asır. Həmidə xala qapıya getmək istəyir. Dilarə onu qabaqlayır. Qaçıb qapını açır. Dəhlizdən səslər eşidilir. Demək, Həmidə xala qapıya getmək istəyir, Dilarə onu qabaqlayır. Yəni Həmidə xala qapını açmaq istəyir, Dilarə onu qabaqlayır, özü açır. Dəhlizdən səslər eşidilir. Gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum deyir. Vaqif bala. Demək, bunun nəvəsi, Həmidə xalanın nəvəsi var idi, 5 yaşında idi. Adı da nədir? Vaqifdir. Xoş gördük ana. Axşamınız xeyir Həmidə xala. Süleyman da ki, Gülarənin həyat yoldaşıdır. Həmidə xala Süleyman, Gülarə, Dilarə otağa keçirlər. Balaca Vaqif Süleymanın qucağındadır. Gülarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür. Cəld döşlüyünü açır, stullar düzəldir, süfrəni salır. Gərək 5 dəqiqə qabaq gələydiniz. Tofiq də evdə idi. Hansı ki, Tofiq öz dostlarına çıxıb gedir. Bütün külfətimiz bir yerdə olardı. Heç elə düşmür ki, hamı bir yerə yığılsın. Həmişə kimsə yoxdur. Heyif görürsən, sən Allah. Əşi daha keçib sizdən nə əcəb belə? Gülarə, gəldik sənin yeni ilini təbrik edək. Çox sağ olun Süleyman, sən necəsən? Çox sağ ol, Həmidə xala dolanırıq. Gülarə də deyir ki, Dilarə sən nə əcəb evdəsən? Dilarə çiyinlərini çəkir. Həmidə, hə evdədir, Rüstəm də bugün evdədir. Dövlətimizin gəlha-gəlidir. Çırağıma nöyt tökülür. Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. 5 dəqiqə bundan qabaq, 5 dəqiqə tez gəlsəydiniz hamımız bir yerdə olardıq. Bütün ailəmiz. Yəni bayaq dediyimiz kimi Həmidə xalanın tək dərdi bütün ailənin bir yerdə olmasıdır. Sonra Tofiq getsəydi də eybi yoxdur. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi hamımız bircə Qəzənfər yazığından başqa ətəyinin ucu ilə neyniyir? Göz yaşını silir. Gülarə də deyir ki, ay ana qurban olum, özünü niyə kövrəldirsən? Deyib boşlasın ola bayram axşamı
Olmaz belə. Yox, yox qızım, ağlamıram. Ay belə birdən nə bilim vallah nə oldu? Mənə birdən Vaqifi qucağına götürür, Vaqifi qucağına götürür, yəni nəvəsi qucağına götürür. Ay Allah, mən bu balama qurban olum. Həmçinin nədir burada? Şifa xalq ədəbiyyatına janrı olan oxşama və yaxud da ki, ikinci bir adı əzizləmə deyir. Dağda darılar, sümbülü sarılar, qoca qarılar bu balama qurban. Süleyman çox atıb tutma deyir, Həmidə xala başı gicəllənər. Bunu uşağın atası deyir. Həmidə də deyir ki, maşallah elə ağırdır, zindan kimi popu gözləyər. Yenə də oxşama deyir. Dağdakı atlar göy otlar, ərsiz arvadlar bu balama qurban. Qapının zəngi çalınır, Dilarə cəld qapıya tərəf cumur, qapını açır, Leyla ilə birlikdə içəri girir. Demək, qapının zəngi çalınır, Dilarə yenə də tez qaçıb qapını açır. Leyla təynəfəsdir ki, bilirsən Dilarə, salam Həmidə xala. Həmidə də deyir, ay qız bir nəfəsini dər görək nə olub? Qaça-qaça gəlmişəm, salam Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa, tap gətir, heç onsuz müsamiri olar. Salam Süleyman qardaş. Dilarə sevincini güclə boğaraq, deməli, sevincini güclə boğaraq nədir? Soyuq şəkildə. Xeyr, bağışlayacaqsınız. Dilarə matah olub. Lazım olsa da əvvəldən proqrama salardılar. İndi görəsən kim gəlməyib, onu əvəz etməyə adam tapmırlar. Yox, vallahi direktor bilməyib ki, səni proqrama salmırlar. Biləndə bilirsən necə acıqlandı. Qatdı aləm bir-birinə. Azadın üstünə elə qışqırdı ki, qara qızın dərdi varmış. Həmidə indi başa düşür ki, Dilarə niyə evdədir. Mən də deyirəm, bu niyə birdən-birə belə xanən işin olub. Dilarə də ki, yaxşı tez elə dur, bu saat geyin, naz vaxtı deyil, çağırırlar get. Dilarə də ki, nə özün çəkirsən, çağırırlar get də. Mən evdə qalmaq istəyirəm, deyir Dilarə. Yəni burada naz eləyir. Süleyman da deyir ki, inanan deyir, daşa dönsün, həqiqətində sən evdə qalmaq istəyirsən. Qızım, yaxşı deyil axı. Direktor özü dalınca adam göndərib, ayıbdır, get. Özü də cəld tərpən gecdir. Dilarə o biri otağa keçir. Gülarə deyir ki, lap uşaqdır. Leyla, otur da qızım, ayaq üstə durma, zərər yoxdur, Həmidə xala gözləyirlər. Deyirsən, direktor özü göndərdi, hə? Leyla deyir ki, hə, Azada da yaman acıqlandı. Kimdir ki, Azad? Həmidə xala soruşur ki, bu Azad kimdir? Bizim deyir, sinif nümayəndəsidir. Həmçində kimdir? Öz fəaliyyət dərnəyinin rəhbəridir. Deməli, həm sinif nümayəndəsidir, həm də öz fəaliyyət dərnəyinin rəhbəridir. Pis oğlan deyil, amma nədənsə Dilarə ilə onunki heç gətirmir. Bu elə niyə? Təlaşla Həmidə soruşur. Deməli, Azadla Dilarə yola getmir. Azad Dilarə yola getmir. Süleyman da deyir ki, yəqin sancıb da Dilarə onu. Həmidə deyir ki, yox, Dilarə elə qız deyil, ipək kimidir xasiyyəti. Bunu deyən Həmidə də, yəni burada öz qızının tərəfini saxlayır ki, yox, yəni Dilarə elə bir şey eləməz. Azad deyir ki, Leyla deyir, Azad deyir ki, güya Dilarə forsudur, o gün daha öz aramızda qalsın. Dilarə deyib ki, ona 3 nöqtə. Yəni biz artıq ardını bilmirik. Bu vaxtda da kim gəlir? Dilarə paltoda qayıdır, onun sözlərini eşidir. Yaxşı deyir, mumla, yox, Ayzə, mən heç nə demirəm, gedək. Ana, bax, ancaq sənin xəttindən gedirəm, ha. Axı sən deyir, mənim sözə baxan qızımsan, sağ olun, balalarım. Yeni ildə xoşbəxt olun. Leyla sizinlə belə. Dilarə hamı ilə görüşür, anasını öpüb gedir. Evdə qalan bir tək kim oldu indi? Süleyman, yeznəsi, Gülarə qızı, bir də böyük oğlu Rüstəm yatıb, axı bayaq gəlmişdi və yatıb. Həmidə də deyir ki, Gülarəgilər, mən bu saatdır gəlirəm, mətbəxə keçir. Süleyman da nəyi göstərir? Divar saatını göstərir. Gülarəyə göstərir ki, saat neçədir? Soruşur. Özün görmürsən, yox istəyirəm sən deyirsən. Yaxşı gedərik də. Yox, pilləkəndə dediyin yadındadır. Yəni pilləkəndə bunlar şərt kəsiblər ki, girəcəklər 5-2 dəqiqə içəridə dayanıb sonra çıxacaqlar. Deyirdim 5 dəqiqədən artıq oturmayacaq. İndi saata bax. Yaxşı axı, gəlib çiç eləyib getmək də olmaz. Biraz oturmaq lazımdır da. Oturmaq üçün başqa vaxt gəlmək də olar. Sabah gələrik, bir gün gələrik. İndi gözləyirlər axı, hörmət edib sahib sala çağırırlar. Yaxşı deyil. Aha, hələ tezdir. Gərək elə hər yeri həmişə biz görməmiş kimi hamıdan əvvəl gedək. Yox, gərək elə hər yeri həmişə biz hamıdan axırda gələk. Bir dəfə yadıma gəlmiş ki, bir yerə vaxtında çataq. Teatra gedirik, 3-cü zəngdən sonra çatırıq. Kinoya işıqlar sönəndən sonra. Qatara mütləq gərək gecikək, Biləcəridə minək. Hə, danış, təyyarəyə gecikirik, havada minirik, gəmiyə gecikirik, üzə-üzə çatırıq. Bəli, təxminən elə belədir, həmişə gərək gecikək, həmişə gərək. Yaxşı, sən Allah, yenə başlama, heç olmasa yeni il axşamı deyinmə. Bu saat anama deyim, gedərik. Mətbəx qapısına tərəf gedir, eyni zamanda həmin qapıdan Həmidə xala çıxır, əlində meyvə ilə dolu qab. Deməli, burada Gülarə ilə anası qarşılaşırlar, anasının əlində
meyvə qabı var. Gülarə də anasının dalınca getmiş, yəni üzləşirlər burada. Bu gün səhərdir bazardan özüm almışam. Deməli Həmidə xala bu gün meyvələri hardan alıb? Bazardan özünə vaxt alıb səhər alıb. Dedim Tofiqin yoldaşları gələcək, sizə qismət imiş. Ana, bilirsən Süleymanın müdiri çağırıb. Kim çağırıb? Süleymanın müdiri çağırıb. Vaqif sizdə qalsın, yaxşı. Vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə tökür. O əyli meyvələri yığışdırır və gülümsəməyə çalışır. Hə, görsən Allah dağıtdıq meyvələri. Hə, nə deyirəm ki, neynə qalsın Vaqif balam. Mən özüm bu saat onu yatıstıracağam, daş kimi yatır. Səhərəcən oyanmayacaq. Amma hərdən bir bax üstünü açmasın. Arxayın ol, hər halda mən deyir 4 uşaq böyütmüşəm, amma indidən niyə yatıstırırsan? Qoy qalsın. Mənimlə bir yerdə yeni ili qarşılasın, sonra özüm yatıstıraram. Gülarə buna razı olurmu? Razı olmur. Deyir, yox ay ana, o gec olar. Yoxsunun vaxtı keçsə sabah itə dönəcək. Sonra pauza, yəni qısa vaxt verilir. Süleyman səbirsizlik edir ki, nə oldu, yatmadı. Darıxma deyir, bu saat yatar. Həmidə xala deyir, darıxma. Süleyman ayağa durur, o biri otağın qapısına tərəf gedir. Bu saat Rüstəmi çağırın deyir. Həmidə xala deyir ki, Rüstəmi çağırın. Yəqin sizin gəldiyinizi bilmir. Bu saat çağırın gəlsin, söhbət eləyir, şahmat oynayır. Uşaq da o vaxtacan yatar. Deyir ki, şahmat oynayın deyir. Hansı oyun oynayın deyir? Şahmat oynayın. Süleyman da onun ardınca öz-özünə deyir ki, bəli də, deyir, bu basa-basta şahmat yarışı qalmışdı. Axı dedim Gülarəyə, uşağı deyir, mənim anam gil də qoyaq. Dedi, yox ki, yox, anamdan başqa heç kəsə ürəyim qızmır. Gərək Gülarə gecdir, sağ olana xudafiz, xudafiz, xudafiz. Gedirlər, qapı çırpılır, Həmidə xala otağa qayıdır, öz-özünə xudafiz, xudafiz deyir, balkon qapısına yanaşır, sonra qayıdıb döşlüyünü taxır, qollarını çirməlir, ətrafına stullar, qab-qacaq düzülmüş stolun sərgəsini bir daha nəzər salır, şkafdan safiyə çıxarıb boş qolların ətrafına düzür, qədəhləri bir də silir, alma vazını ortaya çəkir və divar saatına baxır, 11-i vurur. Saat 11 tamamdır, yəni gecə saatından 23:00. Sonra mətbəxdən səslər gəlir, Həmidə xala aşı süzür, dəmə qoyur, qazanları odun üstünə qoyur, sonra otağa qayıdır, tərini silir, pəncərəyə yanaşır, uzun zaman şəhərə baxır, bir müddət nə barədəsə düşünür, sonra otağın 3-cü qapısına yanaşır, qapını açıb çağırır. Rüstəm, ay Rüstəm, yəni böyük oğlu Rüstəmi çağırır. Nədir? Yenə yatdın, dur bala, yeni ildə yatmaq olmaz, bütün ili yatarsan. Axı nə deyirsən? Deyirəm işin var, gəl mənə kömək elə. Rüstəm otağa gəlir, Həmidə xala onun qoluna girir, onu telefona tərəf gətirir. Görəsən niyə? Çünki axı Rüstəm nişanlısı ilə küslü idi, ona görə götür zəng elə. Hara? Özün bilirsən, hara? Yox. Deyirəm zəng elə. Bax uşaqlardan heç biri elə içi sən qarışıq deyir, heç vaxt mənim sözümdən çıxmayıbsınız. Bu yeni il gecəsi sözümü yerə salsan ömrün boyu deyir, səni barışmaram. Ana, yox, axı deyirəm zəng elə qurtardı. Bax bala, məndən sənə əmanət. Adam arasında söz çox olar, amma hər sözü uzatmazlar, hər söhbəti eşitməzlər. Özünüz öz aranızda həll eləyin, qurtarıb getsin. Özünüz deyir, öz aranızda həll eləyin, qurtarıb getsin. Yoxsa bəzi qaynanalar kimi hər şeyə qarışırlar və s. və s. Elə belə vaxt dalaşırsınız, barışırsınız, heç kəsin işinə deyil, kimin nə borcuna, heç kəsin də xəbəri olmur. Amma indi təzə il axşamı siz bir yerdə olmayanda bu küsünüzü hamı biləcək. Atası da, anası da, qohum-əqrəbası, qonşu, tanış, biliş, hamı, dost var, düşmən var. Niyə qızı öz adamları yanında baş aşağı, gözü kölgəli eləyirsən? Ay ana, axı sən birini bilirsən, birini bilmirsən. Bilmirəm, bilmək də deyir. İstəmirəm, Həmidə xala əsl qaynanadır. Mən bu axşam onunla görüşmək istəmirəm. Görüşürsünüz, görüşmürsünüz, öz işinizdir. Amma zəng eləməyinə zəng elə. Axı, əgər istəmirsən ki, bu axşam ürəyimi qırasan, bax, əgər mən də səndən küssəm, çətin barışam. Mən lap ciddi deyirəm, səndən elə inciyərəm ki, Rüstəm dəstəyə qalır. Bax, ancaq sənin xətrinə. Ancaq sənin xətrinə bunu Dilarə də demişdi ki, ana gedirəm, ancaq sənin xətrinə gedirəm. Həmçinin Rüstəm də deyir ki, zəng eləyirəm, ancaq deyir, sənin xətrinə zəng eləyirəm. Həmidə xala məmnun halda gülümsünür. Balaca Vaqif yatan divana yanaşır. Oturur Vaqifə baxır. Öz-özünə danışırmış kimi mışıl-mışıl yatan Vaqifə müraciət edir. Heç dinmə, Vaqif bala deyirsən, Rüstəm dayını nişanlısı ilə barışdıracaq. Rüstəm də deyir ki, ana bilirsən, gülümsünür. Can bala, sən də Tofiq də nə yaman Qəzənfərə oxşayırsınız. Deməli, Həmidənin dilindən bilirik ki, Rüstəmlə Tofiq kimə oxşayır? Qəzənfər çox yaman xasiyyət cəhətdəndir. Nədir ki, yəni niyə gördürsə? Heç belə deyirəm, bax da o da tutulandı, deyir, pərtləşəndə beləcə yanağı pörtərdi. Hə, get abala, get. Məndən də çoxlu salam de.
Qalstuku bağlamağa başlayır Rüstəm. Yox, bu olmadı da. Mən bilsəydim, ana, doğrudan deyirəm, bu saat zəng eləyim, deyim gələ bilməyəcəm. Mən bilmədim ki, sən təksən. Bu saat dayan, qalstukumu bağlayıb qurtarır, güzgüyə baxır. Bu saat zəng eləyim. Yox, yox, nə badə iş tutasan, get, yoxsa yaxşı düşməz. Mən bilmədim ki, sən təksən. Bir də Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Birazdan yerimə girib yuxulayacağam. Siz gələndə qapını bərk döyün ki, deyir, oyanım. Hə, sən yeni ilə çox oturan deyilsən, otağa keçir. Həmidə də öz-özünə deyir ki, ay oğul, sənin yadına gəlməz. Vaxt vardı bu evdə yeni il məclisi səhərə qədər dağılmazdı deyir. Bütün gecəni susub ortalıqdan çıxmaq bilməzdim. Səhərsi gün oynamaqdan qollarım sızım-sızım sızılardı. Üstəndi, sağ ol, anasını öpüb gedir. Bunlar sağollaşırlar. Gəldi növbəti səhifəyə. Həmidə xala mətbəxə gedir. Əlində aş dolu iri bulud içəri qayıdır. Buludu stolun üstünə qoyur, stulları sahmana salır, öz-özünə danışır. Səkinə bacı Həmidə yəni burada öz-özünə danışır. Yəni güya ki evdə kimlərsə var, qonaqlar var. Öz-özünə danışırmış kimi kimlərəsə göstəriş verir. Hə. Səkinə bacı, sən burada əyləş. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər. Deməli, Rəhimlə Nəzifə var burada. Rəhim, Nəzifə. Bilmədiyimiz adlar. Usta, sən də burada otur. Deməli, usta. Teymur, sən bura keç arvadının yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən də burada otur. Axı tamada sən olacaqsan. Deməli, Teymur var burada. Teymur. Tamada olan kimdir? Tamada Sultan. Sultan, sən axı tamada olacaqsan. Öz-özünə gülür. Mənim də deyəsən başım xarab olub, pəncərəyə yanaşır, şəhərin işıqlarına baxır, içini çəkir. Vay, başıma xeyir, gör bir nə qədər işıq var. Görürsən, heç indi küçədə adam tapılar. Qapının zəngi çalınır. Həmidə xala diksinir, təəccüb içində qapıya tərəf gedir. Deməli, Həmidə xala diksinir. Nəyə görə? Yəni gözləmir ki, kimsə gələcək də. Ona görə diksinir, qapıya tərəf gedir. Bu başıma xeyir, bu kim olar? Qapını açır. Deməli, yadda saxlayırıq ki, burada Həmidə xala öz-özünə danışır. Öz-özünə danışında kimlərin adını çəkir? Səkinə bacının adını çəkir. Səkinə bacı, Rəhim, Nəzifə, Usta, Teymur və Tamada Sultan. Bir də uşaqlar. Həmçinin burada uşaqlar da var. Aha, qapı çalınır. Kim daxil olur? Eynəkli kişi. Eynəkli kişi daxil olur. Eynəkli kişi deyir ki, Ələkbərovun evidir. Deməli, Həmidə xalanın soyadı nədir və yaxud da ki, Qəzənfər kişinin soyadı nə oldu? Ələkbərovdur. Qəzənfər Ələkbərov. Ələkbərovun evi buradır. Nədir ki? Nədir? Sağlığın. Al bu teleqramı bura qol çək. Yəni teleqram gətirib bu eynəkli kişi. Hansı ki, bu eynəkli kişi bayaq 3 dənə uşağa deməli telefon tutkasından qovmuşdu, özü zəng eləmişdi. Teleqramı alıb baxır. Bu ürəyim düşmüşdü. Dedim, görəsən nə olub? Sakit və fərəhlə Fərmandandır. Fərmandandır deyir Həmidə xala. Fərman kimdir? Qəzənfər rəhmətliyin şairdi olub deyir. İndi şükür özü adlı sanlı ustadır. Harada olur olsun, hər barədə mütləq gərək tel vursun, heç yadından çıxmaz. Bu deyil. İndi də Həşdərxandan vurub. Hardan vurub? Həşdərxandan vurub. Bir dəqiqə. Həşdərxandan. Deməli, bu dəfə teleqramı hardan vurub? Həşdərxandan vurub. Eynəkli kişi deyir ki, bacı, bütün bunların mənə heç dəxli yoxdur. İstəyir Həşdərxandan vursun, istəyir Əncərəxandan. Gərək bula qol çəkəsən, vəssalam. Yəni, teleqramı verdiyi üçün qol çəkməlidir. Həmidə xala deyir ki, bu a kişi, nə ətəcə danışdın? Qol çəkməyə nə var ki, bu saat çəkərəm. Daha elə kəntöy danışmaq nə üçün? Sən də mənim kimi axşam-axşam bu qədər ev gəlsəydin, elə danışardın. Hələ gərək mən 3 qapıya da gedəcəm. Deməli, buradan sonra 3 qapıya da getməlidir bu. Cəmaət kefdə damaqda, mən də ki, yəni ki, teleqram paylayıram. Nə deyirəm ki, bu boyda pilləkən çıxmısan, otur heç olmasa bir nəfəsini dər, bir stəkan pürəngi çay süzüm sənə iç. Eynəkli kişi biraz yumşalaraq, axı qayda qanun var, mən indi vəzifə başındayım. Qulluqdayam. Həmidə də deyir ki, əşi çürükçü olma, bir stəkan çay içsən dünya dağılmaz. O da düzdür. Həmidə çay gətirir. Kişi, eynəkli kişi bu 3 teleqramı da çatdırım yiyəsinə gedim deyir, kəlləmi atıb yatım.
Bəs yeni ili qarşılamırsan? Rəhmətliyin qızı, sən mənə nə yeni il? Bu yeni il findüfürüş cavanlar üçündür, atılıb düşsünlər. Elə niyə deyirsən? Bax, mən səndən yəqin bir-iki Həmidə xala deyir ki, mən səndən yəqin bir-iki bayram böyük olaram. Deməli, amma görürsən, mən də oturub yeni ili gözləyirəm, qarşılayacağam. Deməli, yəqindir, ha, yəqin özüdür ki, Həmidə xala, eynəkli kişidən bir-iki bayram böyükdür. Bu yazırım. Aha, görürəm başqaları düzmüsən deyir. Plov da yəqin dəmdədir. Qal deyir, qonağımız ol. Sağ ol deyir. Şəkli göstərir. Eynəkli kişi şəkli göstərib soruşur ki, ərindir. Deyir, hə, rəhmətə gedib. Oğuldan, uşaqdan nəyin var? 2 oğlum deyir, 2 qızım var. Neynək? Amma bilirsən deyir, bala ki var, bala deyil. Bəladır, bəla. Ağzını xeyirliyə aç, ay kişi, yox sənin mənə qulaq as. Deyir, övlad ki var, əvvəl adamın qanını sorur. Yəni ki, ana bətnində olanda, sonraki dünyaya gəlir, başlayır canını yeməyə. Yəni ki, süd əmir. Sonra da adamın malını yeyir. Axırda papanı yan qoyuşu xudahafiz. Bir də qiyamətdə görüşərik. Ay kişi, nə baş ayaq vurursan? Sən naxəlif övladdan niyə danışırsan? Sən mərifətli, qədir bilən övladdan danış. Hardaydı qədir bilən övlad? Uşaq vaxt deyir, hamısı quzu kimidir. Elə ki, böyüdülər, ya olacaq xuliqan, tutub basacaqlar dama, üzünü görməyəcəksən, ya da oxuturub adam eləyəcəksən, olacaq alim, injinar, həkim. Onda da özün görməyəcəksən. Çünki səni saya salmayacaq. Deyəcək, ay dədə, ay məmə, sizlə mənim söhbətim tutmur, sizin kulturanız çatmır mənimlə söhbət eləməyə, ev işiyimə də yaraşmırsınız və salam, şüt tamam. Ay kişi, sən də xeyir söyləməz kişisən, xeyir söyləməzin əhvalatını eşitmisən? Deyir, ay xeyir söyləməz, uzaq səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir, indidən ver, birdən geri qayıtmam. Eynəkli kişi sanki onun sözlərini eşitmir, qurtum-qurtum çayı içərək öz-özünə danışırmış kimi, məndə olan kəllə heç kəsdə yox idi. Məktəbdə birinci şagird idim. Müəllimlər başıma and içirdi. Nə olsun, dahasını oxumadım ki, işləyim, ailə saxlayım, oğul uşağını axırın bir yana çıxardım, hamısını oxutdum, indi məni bəyənmirlər. Sənin övladların naxələf çıxıb, təqsir özündədir, yəqin pis tərbiyə veribsən. Daha hamıya niyə qara yaxırsan? Hamısı elədir. Bayaq küçədə fikir verirəm, 3 cavan oğlan dərs öyrənməkdən, kitab oxumaqdansa veyl-veyl gəzirlər küçəni. Nə olacaq onlar? Axırı, avara, cibgir, baş kəsən. Yox, bala, mənim övladlarım, min şükür, razıyam onlardan. Hardadırlar, heç gözümə dəymirlər, bəs boşqabları kimi üçün düzmüsən? Elə belə düzmüşəm də, onlar getdilər, yoldaşları çağırdılar. Məmnun gülümsünür eynəkli kişi, yəni çünki onun dediyi birinə düz çıxmış olur. Bəs mən nə deyirəm, elə olacaq da, hamısı çıxıb gedəcək, nə qədər ki, ağılları kəsmir, səndən asılıdırlar. Yanındadırlar, elə ki, əlləri çörəyə çatdı, atıb gedəcəklər. Budur, bax, 4 uşağım var, 4-ü də təzə il axşam anasını tək qoyub gedir. Heç yadlarına da düşmürsən indi onların. Düz demirsən, hamısının yadındayam. Burada olmasalar da ürəkləri buradadır. Ürəkləri, ay hay, ürəkləri. Hamısı zəng eləyib məni təbrik edəcəklər. Ay elədilər ha. Bax bacı adını da bilmirəm. Mənə hamı Paşdalyan Bəşir deyir. Demək eynəkli kişinin adı nədir? Paşdalyan Bəşir. İndi övladlarının biri də axşam sənə zəng eləsə, mən Paşdalyan Bəşir adımı dəyişib qoyaram Telefon Bəşir. Yaxşı, mən getdim. Çay üçün çox sağ ol, qiyamət çayıdır. Sənə bir məsləhət verim. Bax, o qutunu görürsən, televizoru göstərir. Onu otur deyir, onun qabağında, qocalanda adamı bir bu qalır, nə olsa ondan olacaqdır. Salamat qal, qapını örtüb gedir. Həmidə xala bir az çaşan kimi olur, sonra qapını açıb Bəşirin dalınca qışqırır. Yox, düz demirsən, ay kişi, düz demirsən. Eynəkli kişi səsi uzaqdan gəlir. Televizor, bacı, televizora bərk yapış, adama qalır qocalanda. Yox, yox, düz demirsən. Poçtalyan yox, Telefon Bəşir. Telefon məsələsinə deyir, hələ baxarıq. Həmidə xala deməli qapıdan aralanıb otağa gəlir, qeyri-ixtiyari televizora yaxınlaşır, mexaniki olaraq düyməni burur, ekranda diktor qız. Həmidə televizorun qabağında durur, görürsən bu gecə daha kimlər təkdir? Aha. Görəsən bu gecə daha kimlər təkdir? Radionun diktorları. Amma bəlkə indi radioda heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. Bəs məlumat bürosunun işçiləri, orada lap yəqin adamlar. Yazırlar, yəqin darıxırlar. Kimdir bu gecə telefon soruşan? Qoy bir zəng eləyim. Hə, telefonun yanaşır 09 çəkir, gözləyir. Məlumat bürosu sizi dinlər. Salam qızım, nə? Salam qızım. Hara, hansı nömrə? Deyirəm salam qızım. Tərcümə salam. Sizin yeni ilinizi təbrik edirəm.
Daha artıq təəccüblə. Çox sağ olun. Təksiniz, eləmi? Darıxırsınız yəqin. Danışan kimdir? Heç bir nəfər. Hə, Raya, sən əvvəl tanımadın. Neynirsən? Hardasan? Yox, Raya deyil, başqa adamdır. Siz məni tanımırsınız. Nə istərsiniz? Mən sizin yeni ilinizi təbrik etmək istəyirəm. Təşəkkür edirəm. Həmidə, bilirsiniz, mən sizdən soruşmaq istəyirdim, necəsiniz bu axşam səbirsizliklə? Axı kimdir? Heç bir nəfər siz tanımırsınız. Qadın səsi hirslə xətti məşğul eləməyin. Hələ yeni il gəlməyib. Həmidə xala gülür, dəstəyi qoyur, televizora yanaşır, veriliş qurtarır, ekranda cürbəcür xəttlər, şüalar və kölgələr qatma qarışığı var. Həmidə xala televizoru söndürür, divar saatına baxır, divar saatına 1-ə 10 dəqiqə şir, artıq 00:10-dur. O kitabından keçib. Həmidə televizordan ayrılıb otağın o biri başına keçir, radionu qurur, sonra söndürür, maqnitofona yaxınlaşır. Həmidə deyir ki, deyirəm, ay Qəzənfər, görəsən niyə adamın ömrünün axırında bir bu cihazlar qalır? Yox, dilim ağzını qursun, qələt danışdım. Mənə tək bir bu cihazlar qalmayıb, mənim gül kimi balalarım var. Qəzənfər, bizim balalarımız, hamısı da məni çox istəyir. Qəzənfərin şəklinə yanaşır, diqqətlə ona baxır, gərgin musiqi səslənir, Həmidə xala təlaşlı, heyecanlıdır, tərəddüd içindədir, nə isə eləmək istəyir, amma qərara gələ bilmir, bufetə yanaşır, açarı götürür, amma bir anda olub qalır, musiqi şiddətlər, nəhayət Həmidə xala qəti qərara gəlir, açır bufetin gözünə salır, vurur, açır, bayaqki kaseti çıxar, maqnitofona yaxınlaşır, onu yandırır, kaseti maqnitofona salır, lenti keçirir. Aha, Həmidə xala, deməli, bayaq hansı ki Tofiqlə Şamil kaseti lenti taxmışlar, maqnitofon taxmışlar və həmin kaseti gətirib gizlətmişdi və həmin kaseti qoyur maqnitofon ki, dinləsin. Nəyi dinləyir? Orada Qəzənfərin və uşaqların söhbəti var, onu dinləyir. Aha, deməli, harada qalmışdıq? Qəzənfər, bizim ağlamız hamıdır, məni çox sevir, maqnitofon yaxşı və s. Qınama məni Qəzənfər, sənin vəfatından sonra bunu oxumuşduq. Bir dəfə də olsun ürək eləyib bu yazıya qulaq asmayıb. Amma mən bugün özümü saxlaya bilmirəm nə olub. Yaman sənin səsini eşitmək istəyirəm. Ani bir tərəddüddən sonra düyməni basır. Lent fırlanır, bülbülün ifasında sənsiz eşidilir. Yəni biz əsərin əvvəlində də bildik ki, artıq o bülbülün sənsizi eşidilir. Bir parça sonra qatma qarışıq səs-küy səsləri eşidilir. Uşaqlar və Həmidə xalanın, sonra Qəzənfərin səsi eşidilir. Qəzənfərin səsi, aha, yazır. De danışın, Gülarə, səndən başlayaq bir şeydir. Nə deyim, nə bilim bir şeydir də, bilmirəm nə deyim. Deyinən atam bugün maqnitofon aldı. Atam bugün maqnitofon alıb, üstəmin səsi Gülarəni yamsılaraq, ana bugün kələm alıb. Ümumi gülüş. Qəzənfər, yaxşı oyun çıxarmayın. Dilarə, indi sən bir şeydir. Deməli, birinci Gülarəyə nəsə dedirtir. Gülarə. İkinci Dilarəyə dedirtir. Nə deyim, deyinə bugün hava istidir. Bugün Rüstəm də deyir ki, bugün hava soyuqdur. Bütün bunlar yazılır. Həmidə xala soruşur. Qəzənfər, bənə möcüzədir vallah. Yaxşı, kim qaldı? Rüstəm, Dilarə, siz də bir şey deyin. Dilarə deyir ki, mən dedim. Rüstəm deyir ki, qoy Dilarə oxusun. Dilarə, lap oxuyur, aşım alalam. Qəzənfər, yaxşı, indi sən de, Rüstəm. Rüstəm, nə deyim, nə olub? Elə hamı soruşursunuz, nə deyim. Bir şey deyin də. Əkil-bəkil quş idi, ağaca qonmuş idi, çıxdım onu tutmağa. O məni tutmuş idi. Hamı gülür təbii ki, gülür. Qəzənfər deyir, yaxşı, Həmidə, indi sənin növbəndir. Mən danışa bilmirəm, nədir belə, hamını məcbur edirsən, özün danış da, mən, sən. Yaxşı, danış deyirsən, danışım da, mən nə şairəm, nə filosof, adi fəhlə babayam. Ancaq indi bir-iki kəlmə söz demək istəyirəm, öskürçülür. Bax, yenə deyirəm, mən adi bir adamam, elə bilməyin ki, çox dərin danışmaq, filosofluq demək istəyirəm. Nəyəm deyir, mən adi fəhlə babayam deyir. Qəzənfərin monoloqu başlayanda səhnədə işıqlar yavaş-yavaş azalır, sönür. İndi qaranlıq səhnədə yalnız Qəzənfərin divardakı şəkli işıqlandırır. Deməli, səhnədə Qəzənfərin divardakı şəkli işıqlandırılır. Bir də maqnitofonun yanında oturub qulaq asan Həmidə xala. Deməli, səhnənin işığı Qəzənfərin divardakı şəklinə düşür. Bir də maqnitofonun yanında oturan Həmidə xalanın üzərinə düşür. Qəzənfərin səsi davam edir.
Özümə görə adım sanım da var, 5 kişinin içində hörmətim də olub. Həyatda təcrübəm çox olub. Dünyanın necə deyərlər, hər üzünü görmüşəm. Görürsünüz, nə ədəbi cümlələr qururam, bir gün gələcək mən olmayacağam. Həmidə səsini maqnitofonda işləyir. Bəsdir, yenə sən Allah, sənsiz bizim bir günümüz olmasın. Uşaqların səs-küyü bəsdir, bəsdir. Həmidə səhnədə o vaxt bu sözlər nə qədər təbii idi, Qəzənfər bizə nə qədər doğru düz gəlirdi. Qəzənfər başlayır danışmağa ki, yaxşı, yaxşı, uşaqlar susun, qoyun, sözümü qurtarım. Yaxşı, ay arvad, 40 il, 50 il sonra axır bir gün mən olmayacağam. Qulaq as, bax sənə bircə əmanətim var. Bircə əmanət deyir burada. Uşaqlardır. Ömür vəfa eləsə hamısını özüm böyüdüb başa çatdıracağam. Yox işdir. Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm deyir, həm həkim elə, mühəndis elə, alim elə. Yox, kim olur olsunlar deyir, alim, fəhlə, həkim, amma adam olsunlar deyir. Yəni bunun Həmidəyə əmanət elədiyidir. Yaxşı adam olsunlar. Sonra Həmidə bir gün gələcək, hamısı böyüyəcək, boya başa çatacaq və yuvasını tərk edən quşlar kimi bir-bir uçub gedəcəklər. Bax onda onlara vəfasız demə. Ha, vəfasız demə. Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, səndən də, məndən də nə isə aparacaqlar. Necə ki, biz də bir-birimizlə görüşəndə hərimiz öz ata-babalarımızdan nə isə bir şey gətirmişdik. Deyəcəksən, Qəzənfər yenə filosofluq edir. Amma bax, mən belə fikirləşirəm. Adamlar hamısı nəsildən nəsə bir-birinə bir şey verirlər. O şey ki, biri başlayır, amma qurtara bilmir. O şey itmir, batmır, sonraki nəslə qalır. Ondan sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsil keçir. Mən biləni yaxşı yaşamışıq. Əlimizin zəhməti ilə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur. Budur da, bax belə. Lent qurtarır, kaset bərk fırlanır, Həmidə xala düyməni basır, maqnitofon sönür. Həmidə deyir ki, vəssalam, burada yazı qurtarır, sən də qurtarırsan Qəzənfər. Doğrudur, bir də başdan qulaq asa bilərəm, amma neçə kərə qulaq asıramasın, bir kəlmə artıq söz deməyəcəksən. Yox, mən qüssələnmirəm. Əksinə, elə bir bütün dərd qəmim uçdu getdi, yəni bütün fikirlərim uçdu getdi deyir. Elə bil mənə təsəlli verdin. Qəzənfər, həyatımın mənasını açdın mənə. Yəni burada daha yaxşı anlamış, dərk eləmiş olur. Bax bu qab-qacağı da yığışdırmayacağam. Qoy uşaqlar gəlib görsün, çılçırağı da yandıracağam. Səhərə qədər qoy yansın, qoy uşaqlar gələndə pəncərələrimizi işıqlı görsünlər. Qoy hamı bilsin ki, burada da yeni ili qarşılayırlar, işığı yandırır, səhnə gür işığı qərq olur. Balaca Vaqifin bağırtısı eşidilir, balaca Vaqif ağlayır. Həmidə, sən də oyanmısan, bala, sən də babana qulaq asırdın, böyüyəndə bir də qulaq asarsan, bala, ağlın kəsəndə. O sözləri sənin üçün deyir, hamımız üçün, bütün adamlar üçün. Ağlama, bala, bu saat gəlirəm. Yanaşır nəvəsini qucağına götürür, ovundurur, yelləyir, laylay deyir. Deməli, laylay deyir. Laylay dedim, yatasan, qızıl gülə batasan, qızıl gülün içində şirin yuxu tapasan. Əvvəl nə deyirdi? Oxşama demişdi, əzizləyirdi Vaqifə, amma burada isə laylay deyir. Deməli, belə ki, təhlilinə baxaq. Deməli, indi öyrəndiyiniz Keçən ilin son gecəsi pyesi nəsrlə yazılıb. O meydana çıxan kimi oxucular və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Dramaturq bir ailənin ilin son günündəki həyatını timsalında ciddi mənəvi əxlaq problemlərə toxunur. Həmidə ana yeni il gecəsində niyə tək qalmalıdır? Qəzənfər sağolanda ailənin həmişə birlikdə olmasına səbəb nə idi? Ölümündən 11 ay keçən övladları böyük Qəzənfər sağ olaydı, ailə bir yeni gecəsi birlikdə olardımı? Əsər oxunduqca yeni suallar doğur, leytiyasındakı hansı sözlər anaya təskinlik verir və s. Aha. Bu bitti.